Məşhur aktyor Akın Akınözü ATV-də yayımlanacaq Aşk və Taxt serialındakı rolu üçün görünüşünü tamamilə yeniləyib. Aktyor serialda Anadolu Səlcuqlu dövlətinin ən mühüm hökmdarlarından biri olan Sultan Ələddin Keykubat obrazını canlandıracaq. Roluna daha uyğun görünmək üçün saçlarını uzadan Akın Akınözü yeni imici ilə diqqət mərkəzinə düşüb. Bildirilir ki, aktyor bu tarixi obraz üçün uzun müddət hazırlıq keçib. Onun yeni görünüşü isə həm dövrün ruhunu, həm də hökmdar obrazının gücünü əks etdirəcək şəkildə hazırlanıb.